Salamlar, vloguma xoş gəldiniz. Bugün nəhayət qızlarla piknikə gedirik, çünki havalar qızıb, bütün ətraf çiçəklənib, desəm yalan olar, təbii ki, çiçəklənməyib, sadəcə olaraq ad günümüzü keçirməyə gedirik. Çünki biz bir ad gününü 50 dəfə keçirməyə adət edinmişik. Rəfiqəmlə mənim martda ad günüm olmuşdu. Apreldə bir daha keçirdirik, çünki niyə də olmasın, yığışmağa bir bəhanə axtarırıq təbii ki. Bu daha çox Domino's kutu açılımı videosuna dönüşür burada, amma nəysə. Və birdən-birə bizim piknikimizə çox minnoş, şirin bir misafir də qatılır. Bu uşaq kimdir bilmirəm, amma çox şirin idi. Bizə dəvət elədik. Təsəvvür eləyin, biz 20 şar sifariş vermişik, rose gold. Bildiyiniz rozovu şar gəldi. Amma canımızı sıxmadıq, belə saçma sapan videolar çəkdik ki, heç olmasa verdiyimiz pul boş yerə getməsin. Gördüyünüz kimi helyum uçmur belə. Bu necə helyumdursa əlimizdə tuturuq burada da. Happy birthday tacımı da taxmışam. Həmin o helyum şarı təhqirlərimizi dözməyərək uçub getdi. Burada da bıçaq yoxdur deyə vilkanın arxası ilə tort kəsirik. Daha sonra isə kiprik qaynağına gedirəm. Orada çox şirin bir şey var. Düz əlimi cırdı, amma nəysə. Bunu qatmayaq hesaba. İlk dəfədir kiprik qaynağı elətdirirdim və mən məmnun qaldım. Lisiçka elətdirdim, yəni mənim göz quruluşuma çox uyğundur, çox bəyəndim. İzlədiyiniz üçün təşəkkürlər.